Usta, bəzi yoldaşlar var ki, biz onlarla söhbət edəndə, söhbətimiz əsnasında məlum olur ki, bunlar ateistdirlər. Son zamanlarda müşahidə edirik ki, cavanlar arasında ateizm bir qədər yayılıb. Sizcə bunun səbəbi nədir? Mən deyərdim ki, bunlar iki qismdir. Bir qismi sakit insanlardılar. Yəni, dindirməsən, bilməzsən ateistdir. İnanmır sadəcə olaraq. Amma nə aqressiya göstərir, nə digər dindarlara məsxərə eləyir. Sadəcə olaraq inanmır. Deyərdim ki, bunlar sadəcə olaraq həqiqəti tapmayıblar. Həqiqəti bunlara yetişməyib. Həqiqət yetişmədiyinə görə də deyir, mən ateistəm, mən inanmıram. Amma çox ümidim var mənim ki, bu cür insanlar sağlam fitrətlərini qorusalar, öz vicdanlarını korlamasalar və həmçinin bir qədər araşdırma aparsalar, Allah təbarək və Teala öz həqiqət nurunu onlara göstərəcək. Və hətta onlar haqqında belə deyərəm. Mənim də qarşıma çıxıb onlardan görmüşəm mən. Hətta onlar haqqında deyərəm ki, onlar tohidin yarısına artıq gəliblər. Özləri ateist desələr də, amma tohidin yarısına gəliblər. Bilirsən nə demək istəyirlər? Kəlmə-i teyyibə nədir? Tohidin ilk kəlməsi nədir? La ilahə illallah. Onlar artıq la ilahəni gəliblər. Yəni, heç bir ilah yoxdur. İndi qalıb olar illallahı tapmağa, təsdiqi tapmağa. Axtarsalar, yəni həqiqət axtarışı ilə axtarsalar, ümid edirəm onlar inanclı olacaqlar. Özü də o cür insanların dinə inancı başqalarından daha fərqlidir. Bir uşaq da doğulub, elə deyirlər, mən müsəlmanam, atam müsəlmandır, mən də müsəlmanam, gəlib bu cür müsəlman olur, araşdırmadan gəlir. Amma o cür uşaqlar araşdıraraq gələndə doğrudan da gözəl, savadlı möminlər olurlar, savadlı insanlar olurlar. Onlar həqiqəti özləri tapmış insanlar olurlar. Mən onlara dua edirəm. Biz onlara dua etməliyik ki, Allah onlara hidayət eləsin, hidayət yollarını onlara göstərsin. Amma ikinci formalar da var. Zahirdə onları heç ateist olduqlarını bilməzsən, heç ateist deyəni də bəzən heç etiraf eləmirlər. Amma gəlir sosial